Elhamdülillah və salatu və selamu alə Rasulillah. Deməli, bugün götürəcəyimiz risalə 4 qaydadır. Şeyxülislam Muhammed İbn Abdülvahhabın yazdığı balaca risalələrdən biridir. Bu risalənin əsas əhəmiyyəti, necə Şeyx Salih Əli Şeyx deyir, 2 hissədən ibarətdir. Birincisi, müşriklərin və tövhid əhlinin halını öyrənir. İkincisi isə bu risalə kitab və sünnə üzərində qurulub. Ona görə bu risalə əhəmiyyətlidir öyrənmək. Həmçində bu əqidə məsələsidir. Şeyx Muhammed İbn Abdülvahhab belə başlayır ki: Əs'alullahəl-Kərim Rabbel Arşil-Azim ən yətəvəlləki fid-dunya vəl-əxirə və ən yəc'aləkə mübarəkən eynəmə kunt və ən yəc'aləkə mimmən izə u'tiyə şəkər və izə btuliyə sabar və izə əznəbə istəğfar fə innə həuləyə thələthə unvanı səadə. Şeyxin əksər risalələri belə başlayır, dua ilə. Şeyx burada dua edir, oxucu üçün. Deyir, əzəmətli ərşin sahibi olan Allahdan istəyirəm ki, səni dünya və axirətdə harada olursansa ol mübarək eləsin. Oxucu üçün dua edir. Və deyir, səni nemət verildikdə şükr edən, imtihan olunduqda səbr edən və günahdan sonra da istiğfar edən etsin. Həqiqətən deyir, bu 3 şey saadətin ünvanıdır. Yəni, insan bu 3 şey eləyərsə, saadətə çatar. Şeyx Abdullah Buxari Hafizəhullah deyir ki, bu 3 şey barəsində İbn Qeyyim öz kitablarında geniş danışır. Deyir, hiss olunan da odur ki, Şeyxülislam Muhammed İbn Abdülvahhab ondan götürüb bu şeyləri, bu 3 dənə şeyi. Və şeyxlər də deyir ki, həqiqətən də insan bu 3 haldan qırağa çıxmır. Ya deyir, başına imtihan gəlir, ya ona nemət verilir, ya da günah edir. Və 3 şeyin də qarşılığını din bizə bildirib. Yəni, sənə nemət veriləndə nemətin qalmasını istəyirsənsə şükür elə. Ondan sonra imtihan olunanda, əgər istəyirsənsə, sən üz döndərənlərdən, nankörlərdən olmayasan, səbr elə. Və günah edəndən sonra da istəyirsənsə ki, Allah səni cəzalandırmasın, istiğfar elə. Hər günah. Bu labiddir ki, bu 3 şey sənə başa gəlsin. Və şeyxin əvvəldə deməsi ki, Allahdan istəyirəm ki, səni dünya və axirətdə mübarək eləsin. Mübarək sözünün mənası da bərəkət sözündəndir. Daha mübaliğə mənasındadır. Yəni, mübarək o şeydir ki, o daima fayda verir. Daimi fayda verən bir şeyə mübarək deyilir. Və Şeyx Salih Əli Şeyx deyir ki, saadətin bu 3 ünvanında şükür, yəni səbir və istiğfar var. Və şükür etmək də deyir, həm sözlə olur, həm əməllərlə. Yəni 2 cür olur. Sözlə olur, o baxımdan ki, dillə deyirsən, şükür eləyirsən Allah. Əməllə də olur, verilən nemətlərin qarşılığını itaətlə verirsən Allah. Yəni, ən böyük şükür də nə deyil? Namaz qılmaq məsələsidir. Və qeyri salih əməllər. Və şükürlə də həmdin fərqi var. Əsas bu risalədə Şeyx şükürü qeyd elədi. Amma şükürlə həmdin arasında fərq var. Həmd deyir ki, Şeyx Salih Əli Şeyx buyurur ki, həmd daha genişdir. Şükürdən daha genişdir. Elə bir ki, şeyx deyir ki, Əlhəmdü əm, əş-şükru vəl-həmd. Şükür deyir, nemətin qarşılığında olur. İnsana nəsə nemət veriləndə ona şükür. Hətta şükürü insanlara da deyə bilərsən. Necə ki, bizim dilimizdə var, təşəkkür. Məsələn, kimsə sənə nəsə verir, ona təşəkkür edirsən. O, durduğu yerdə heç kimə təşəkkür eləmirsən. Həmçinin də dində də belədir. Allah Subhanahu taala sənə nəsə verir, əta eləyir, sən ona şükür edirsən. Amma həmd isə belə deyil. Həmd həm nemətin qarşılığında olur, həm də müsibətdə də olur. Yəni, başına gələn müsibətdə də Allaha həmd edirsən. Sonra deyir ki, şükür dillə, əməllə olur və qəlbdə olur. Amma həmd isə yalnız dillə olur. Dillə edirsən. Şükürün tərifi, daha doğrusu həmdin tərifi odur ki, uca Allahı tərifləyərək ona şükür edirsən. Uca Allahı tərifləyərək ona şükür edirsən. Çünki əgər başına müsibət gəlibsə, Allah qorusun, məsələn, evin yanır. Sən şükür eləyirsənsə, sən sanki deyirsən ki, ya Rab, bu olan hadisəyə razıyam. Amma qəzəbli boğursan, başına gələn müsibəti. Amma həmd eləyirsənsə, sən Allahı həmçində tərifləyirsən orada. Deyirsən ki, ya Rab, başıma belə müsibət gəldi, sənə həmd olsun, səni tərifləyirəm həm də, həmçində razıyam. Ona görə həmd şükürdən daha üstündür. Sonra Şeyx Muhammed davam edir risaləyə, Şeyxülislam Muhammed İbn Abdülvahhab. Deyir ki, "İ'ləm ərşədəkəllah li ta'ati ennəl hənifiyyətə millətə İbrahim, ən tə'budallah vəhdəhu muxlisən ləhuddin." Deyir, bil ki, sonra şeyx öyrədir.
Yəni səadətin 3 ünvanından danışdı. Sonra deyir ki, bil ki, Allah sənə özünə itaətdə doğru yönə yönətsin. Həqiqətən həniflik İbrahimin millətidir. Millət deyəndə yəni dinidir. O da nədir? Və onu açıqlayır. Deyir ki, tək olan Allaha ibadət edərək dini ona məxsus etməkdir. Kəmə qalə Teala və mə xaləqtul cinnə vəl insə illə liyabudun. Necə şeyx bəzi bir çox risalələrini belə başlayır və burada da bu ayə ilə başlayır. Deyir ki, açıqlayır hənifliyi nədir və sənə deyir ki, bu ayəndə dəlil gətirirəm. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Sonra deyir ki, فَإِذَا عَرَفْتَ أَنَّ خَلَقَكَ لِعِبَادَتِهِ فَعْلَمْ أَنَّ الْعِبَادَةَ لَا تُسَمَّ عِبَادَةً إِلَّا مَعَ التَّوْحِيدِ. Və deyirsən, belə olduqda Allah səni nə üçün yaratmışsa bildin. Yəni, sənə bu şeyi öyrətdim ki, Allah səni ibadət üçün yaratdı. Və deyir, bil ki, ibadət tövhid olmasa ibadət sayılmır. Kəmə ənnə salətə lə tusammə salətən illə mə təhara. Və misal çəkir. Necə ki, deyir, namaz dəstəmaz olmadıqda namaz sayılmadığı üçün. فَإِذَا دَخَلَ الشِّرْكُ فِي الْعِبَادَةِ فَسَدَتْ. Deyir, əgər şirk ibadətə daxil olarsa, onu fəsada uğradar. Kəl-hədəsi izə daxalə fit-təhara. Necə ki, nəcasət və yaxud da dəstəmazı pozan şeylər təharətə daxil olduqda, yəni dəstəmazı daxil olduqda dəstəmazı pozur. Dəstəmaz da pozulanda namaz pozulur. Yəni, sənin tövhidi və sənin edəcəyin ibadətlərə həmin şirk daxil olarsa, artıq sənə bütün ibadətlərin puç olar. فَإِذَا عَرَفْتَ أَنَّ الشِّرْكَ إِذَا خَالَتَهَا الْعِبَادَةَ أَفْسَدَهَا وَأَحْبَطَ الْعَمَلَ وَصَارَ صَاحِبُ مِنَ الْخَالِدِينَ فِي النَّارِ. Sonra deyir ki, şeyx, şirk də beləcədir. Yəni, şirk bir ibadətə qarışdıqda onu fəsada uğradır və bütün əməlləri puç edir. Və onun sahibi, yəni şirk edən əbədiyyən cəhənnəmli olur. Sonra deyir ki, şeyx, عَرَفْتَ أَنَّ أَحَمَّ مَعَلِيكَ. Sən deyir, artıq sənə əhəmiyyətli olan şeyi öyrəndin. Görsən, şeyx elə bir ki, danışdıqca dayanır ki, sən onları qavrayasan. Birinci görsən, deyir, səadətin 3 ünvanını öyrətdi sənə. Sonra orada tənbih elədi ki, bu səadətin 3 ünvanıdır. Onu deməyə də bilərdi. Yəni, sənə əvvələ qaytardı ki, yəni, nemət veriləndə şükür elə, imtihan gələndə səbir elə, günah eləyəndə istiğfar elə. Səadətə onda çatarsın. Ondan sonra sənə nə öyrətdi? Tövhidi. Sən niyə yaranmısan? Sənin yaranma səbəbindən sonra başa saldı ki, ibadət üçün yaranmısan və ibadətdə yanında şirki də öyrən. Sonra deyir, şirki öyrənəndən sonra bildin, ən əhəmiyyətli şeyi bildin deyirsən. Sonra deyir ki, لَعَلَّاللّٰهَ أَنْ يُخَلِّسَكَ مِنْ هَذِهِ الشَّبَكَةِ. Və deyir, ümid olunur ki, sən bunları öyrənsən, Allah səni bu tordan qurtarar. Şeyx burada bir dənə misal çəkir, tordan. Nora qayıtıcı və deyir, وَهِيَ الشِّرْكُ بِاللّٰهِ. Və həmin tor da şirkdir. Əl-ləzi qaləllâhu teala. Hansı ki, Allah onun barəsi deyib ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah Subhanahu o şirk barəsində buyurub ki, Allah ona şərik qoşulmasını bağışlamaz, ondan geriyə qalan bütün günahları bağışlayar. Şeyx burada toru misal çəkir. Alimlər deyir, orada Şeyx Hüseyn Muhammed ibn Vahabın toru misal çəkməsi, necə Şeyx Xalid Zaferi deyir, onu bənzədir bir hansısa həşəratın o tora düşməsinə. Fikir versən, deyir, o toru hörümçək qurur. O toru qurmaqda da o ev qurmur özünə. Orada şikarını tutmaq üçün qurur. Hansı bir quş, hansı bir həşərat gəlsin, ora düşsün. O tora düşəndən sonra artıq o hörümçək gəlir, onu bükür. Bükür və onu götürür, özü yiyir. Şeyx də o şirki tora bənzətdi. Yəni, şirk elə bir tordur ki, sən ona düşsən, artıq həlak olmuşsan. Yəni, şeytanın bir torudur sənin üçün qurub. Ona görə şirk mövzusu çox mühümdür. İstədim bu qədər qısa olsun. İnşallah Allah nəsib eləyə davam edərik. Subhanək Allahım, bihamdik, əşhədu an la ilahə illə entə, estağfiruka.